Bugün təlimimiz SMM meneceri kimi karyera və biznesin idarə edilməsidir. Bunun haqqında danışacağıq. Biz ilk 5 modulda SMM nəzəriyyəsini, vizual kodlarını, algoritmik mexanizmləri, meta-ad sistemini və süni intellekt əsaslı avtomatlaşdırma strategiyalarını dərindən mənimsədik. Bu elmi və texniki biliklər rəqəmsal ekosistemin yüksək keyfiyyətli məhsul istehsal etmək üçün tam bir zəmindir. Lakin peşəkar marketinq mühitində ən böyük çatışmazlıqlardan biri güclü mütəxəssislərin öz biliklərini kommersiyalaşdıra bilməməsi və müştəri münasibətlərinin idarə edə bilməməsi və bir biznes strukturunu formalaşdırmaqda çətinlik çəkməlidir. Bu yekun modulda isə bir SMM mütəxəssis və agentlik rəhbəri kimi karyeranın elmi idarə edilməsini və brend müştəri kommunikasiyasının psixoloji aspektlərini, qiymət siyasətinin formalaşdırılması, hüquqi müqavilələrin arxitekturası və şəxsi brendingin qurulmasını tətbiq edirdik. Deməli, biz ilk olaraq karyera modellərini öyrənəcəyik. Burada freelance, in-house və agentlik ekosistemi var. SMM sahəsində fəaliyyət göstərən mütəxəssis üçün 3 fundamental korporativ inkişaf yolu mövcuddur. Hər bir model özünün iqtisadi və struktur xüsusiyyətləri vardır. İlk olaraq in-house, yəni daxili SMM meneceri. Burada mütəxəssis yalnız bir şirkətin daxili komandasına yer alır və bütün fokusunu həmin biznesin böyüməsinə yönəldir. Üstünlükləri ondan ibarətdir ki, sabit gəlir, korporativ struktur sahəsini dərindən enmək və imkanı və komanda daxili əhval-ruhiyyəsi olur. Dezavantajı rutinləşmə riski, fərqli sektorlarda təcrübə qazanmaq məhdudiyyəti yaranır. İkinci, freelance sərbəst SMM eksperti. Burada mütəxəssis hüquqi və ya fiziki şəxs olaraq müstəqil fəaliyyət göstərir və eyni anda bir neçə fərqli müştəriyə xidmət göstərə bilir. Üstünlükləri zaman və məkan azadlığı, gəlir potensialının mütəxəssisin özündən asılı olması, müxtəlif sektorlarda portfolyonun sürətlə zənginləşməsi olur. Dezavantajları nədən ibarət olur? Maliyyə və qeyri-sabitlik, müştəri tapma və satış proseslərinin mütəxəssisin üzərində olması, administrativ iş yükünün çox olması, yəni bütün iş yükünü şəxsin özü daşıyır. SMM agentliyi kimi burada freelance fəaliyyətinin korporativləşməsi və komanda strukturuna keçmiş formasıdır. Burada SMM mütəxəssisi artıq marketolog rolunda çıxıb biznesin idarəçisi funksiyasını yerinə yetirir. İşləri dizayner, copywriting, targetolog və layihə menecerləri arasında bölüşdürür. Bu həmçinin bundan sonra şəxsi brending və müştəri aktivizasiyası danışacağıq. Biz modul 1-də arxetip nəzəriyyəsi keçdik. Burada SMM meneceri özü üçün ekspert, müdrik və yaradıcı arxetip seçməlidir. Şəxsi profilinizdə yalnız şəxsi fotolar deyil, həmçinin orada slaytda qeyd olunan kontentlərdə videolar da hazırlanmalıdır. Bunlar case studiya, sənaye təhlükələri və pərdə arxası nüanslar olmalıdır. Deməli, case studiya uğur hekayələrində, məsələn, X brendinin satışlarını meta-ad vasitəsilə 3 ayda necə 40% artırdıq kimi başlıqlarda videolar qeyd olunmalıdır və burada əsas məsələ dataya, rəqəmlərə və qrafiklərə əsaslanan hesabat xarakterli kontent olmalıdır. Sənaye təhlilləri, algoritmin dəyişikliklərinə və rəqəmsal trendlərə subyektiv, lakin peşəkar analitik şərhlər olmalıdır. Məsələn, hansısa bir trend varsa, o trendə aid video çəkərik. Bu trendin uğurlu trend olacağını və ya necə uğurlu ola bilər və ümumiyyətlə uğurlu hesab etmirsinizsə, uğurlu hesab etmədiyinizi qeyd etməlisiniz. Pərdə arxası deməli videolarda isə çəkiliş prosesləri, analiz anları, məsələn, il strategiyanın vizuallaşdırılması kimi nüansları qeyd edə bilərsiniz. Deməli, üçüncü hissədə müştəri ilə ilkin kommunikasiya, brief və SMM təşrif edir ki, burada siz
məlumatın toplanma mərhələsi və SMM təklifinin strukturunun qurulmasıdır. Burada məlumatın toplanılması bir müştəri ilə ilk görüşdə SMM mütəxəssisliyini pasiv dinləyici olmamalı, biznesin diaqnostikasını aparan bir həkim kimi çıxış etməlidir. Bunun üçün müştəriyə professional bir neçə sual anketi təqdim olunmalıdır və briefdə mütləq olan suallar vardır ki, biznesin unikal satış təklifi nədir? Sizi rəqiblərdən ayıran əsas xüsusiyyətlər hansıdır? Birinci budur. İkinci, bu günə qədər etdiyiniz marketinq fəaliyyətində qarşılaşdığınız ən böyük uğursuzluq nə olub? Üçüncü isə SMM-də real ölçülə bilən, yəni smart gözləntiləriniz nədir? Məsələn, brendin satışının artırılması və ya tərəfdaşlıqların həyata keçirilməsi kimi nüanslar var ki, o nüansları biz deməli tam dəqiq olaraq öyrənməliyik. Həmin o brendçə müştəridən, işlədiyimiz müştəridən dəqiq şəkildə öyrənməliyik. SMM təklifinin strukturlaşdırılması isə brief əsasında hazırlanan təklif paketi vizual olaraq PDF formasında təqdim olunmalıdır. Strukt baxımından ardıcıllıq izlənməlidir. Mövcud vəziyyətin analiz olunmalıdır. Təklif olunan strateji konsepsiya olmalıdır. Bir də xidmət paketlərinin qiymətləndirilməsi. Bunlar nədir? Mövcud vəziyyətin analizi müştərinin cari profilindəki səhvləri və rəqiblərinin zəif tərəflərinin qısa göstərilməsi. Təklif olunan strategiyaların konsepsiyası isə vizual yönü, kontent matrisinin proporsiyası və təklif edilən reklam hədəfləri olmalıdır. Xidmət paketləri isə qiymətləndirmə, işin həcminə görə, məsələn, ayda neçə post, neçə reels, reklam idarə edilməsi daxildirmi, dəqiq qiymət müəyyən olunmalıdır. Bəs bu dəqiq qiyməti müəyyən etməyin strategiyası varmı? Bəli, var. Burada maliyyə modelləri var. Saatlıq tarif, aylıq sabit ödəniş, bir də nəticəyə əsaslanan qiymət. Aylıq saatlıq tariflər, müəyyən SMM xidmətləri var ki, onlara aylıq deməyə ehtiyac yoxdur. Müəyyən saat ərzində biz müştəriyə o xidməti həyata keçirə bilərik. Məsələn, analizin özü belə xidmətdir. O analizi ödənişli şəkildə edə bilərik. Amma adətən analizi ödənişli şəkildə hədiyyə edərək, edilən analizin uğurlu olduğu, yəni müştəri bəyənərsə, ondan SMM xidməti almaqda SMM-lər çox vaxt istifadə edə bilirlər. Analiz xidmətinin, məsələn, dediyim saatlıq tariflərdə siz xidmətinizi görürsünüz, bir neçə saat, onun müqabilində bir ödəniş alırsınız. Aylıq sabit ödəniş maaş kimi hesab eləyin. Burada freelans və ya şirkətdə işləməyinizin bir önəmi yoxdur. Siz müqavilədə bir ay ərzində hansı işləri görəcəksiniz, onları qeyd eləyirsiniz. Məsələn, neçə post, neçə kontentin hazırlanması və ya meta reklamının həyata keçirilməsi, keçirilməməsi, o nüansları qeyd eləyirsiniz və o nüanslar vasitəsilə siz deməli aylıq nə qədər ödəniş almaq istədiyinizi qeyd eləyirsiniz. Nəticəyə əsaslanan qiyməti isə burada sabit bir ödəniş olur, yəni aylıq sabit bir ödəniş olur. Onun yanı sıra satışdan faiz kimi düşünə bilərsiniz. Bu adətən müştəri xidmətlərinin də fəaliyyətini götürən SMM-lərə aid olur ki, məsələn, onlar bir sistemlər var ki, bəzi sistemlər, bunlardan biri CRM sistemidir. CRM sistemində müştərilərin analizi, müştərilərin məsələn, reklam verilməsi kimi nüanslarda onlar nəticəyə əsaslanaraq faiz ala bilirlər satışdan. Ondan sonra bəs bu SMM qiyməti siyasəti və maliyyə modellərini biz necə hüquqi çərçivədə düzgün riayət eləyə bilərik. Onlar var ki, düzgün qayda müəyyən edə bilərik ki, bu da müqavilənin arxitekturası var. İşin həcmi, korreksiya limitləri, məxfiliyin qorunması və ödəniş şərtlərinin gecikməsi. İşin həcmi siz ayda nə qədər fəaliyyət göstərəcəyinizi dəqiq şəkildə müəyyən etməlisiniz ki,
bu qədər post, bu qədər paylaşım və bu işləri həyata keçirəcəm. Niyə bu edilməlidir? Müştəri sizdən əlavə işlər görməyi tələb etməsin. Ola bilər, məsələn, indi insanlıqdan bu vacib deyil ki, hə, mən bunu eləyəcəm, başqa heç nə eləməyəcəm. Təbii ki, hansısa bir məsələ barədə dəstək ola bilərik. Amma bu insan əməyinin suistimal edilməsinə icazə verilməyəcək səviyyədə olmalıdır. Korreksiya elementləri, korreksiya düzəltmək deməkdir. Məsələn, ola bilər ki, müştəri hansısa paylaşımınızda nə isə bəyənməyib. Siz öz müqaviləmizə qeyd eləməlisiniz ki, bir paylaşım üzrə yalnız 2 düzəliş, 3 düzəliş. Sizə indi nə qədərini etmək sizə problem deyilsə. Çünki belə deyim, əgər siz orada o düzəlişi qeyd eləməsəniz, bir video üzərində minlərlə düzəliş olunacaq və sizin vaxtınız da gedəcək və o vaxtı da müştəri qiymətləndirməyəcək. Amma ən yaxşı məsləhətim odur ki, video hazır olmamışdan əvvəl siz planı müştəriyə təqdim edin. Məsələn, qurduğunuz kontenti, video ideyası müştəriyə təqdim edin. Ola bilsin ki, müştərinin o yanlış hesab elədiyi və ya düzəldəcəyi şeyi elə əvvəlcədən qeyd eləyəcək. Siz videoda dəyişiklik eləyib də artıq vaxtınızın, resursunuzun getməyinə ehtiyac olmayacaq. Məsələn, belə eləyə bilərsiniz. Məxfiliyin qorunması burada hər iki tərəf üçün təbii ki, önəmlidir. Müştəri üçün satışının həyata keçirilməsi, müştəri bazası, satış qiymətləri, nəticələrinin kiməsə ötürülməsini müştəri istəməyə bilər və bu normal haqqıdır. Siz də öz xidmətinizin qiyməti barədə məlumatın digər bir şəxslərə ötürülməsini istəməyə bilərsiniz. Çünki ola bilər, siz bu müştəriyə bu qiyməti təklif edirsiniz, amma digər müştəriyə başqa bir qiymət deyə bilərsiniz. Çünki bazar, yəni SMM sahəsində yeniliklər olduqca, təbii ki, bu bütün sahələrə aiddir də, qiymət dəyişiklikləri mövcud olur. Ödəniş şərtləri və gecikmələr. Ödəniş şərtləri və gecikmələr ödənişi hansı yolla qəbul ediləcəyini və nə vaxta qədər alınacağı qeyd olunmalıdır. Maksimum ayın 10-una kimi, ayın 5-nə kimi nüanslar qeyd olunmalıdır. Çünki əgər nüanslar qeyd olunmazsa, yəni ola bilər şəxsiz ayın 10-u deyəcəksiniz, ayın 20-si deyəcək, 25-i deyəcək, ya gecikdirə gedəcək. Həmçinin də sizin hüququnuz var ki, SMM hüququ var ki, ödənişi gecikən halda SMM prosesini həyata keçirməsin, proses dayansın və heç bir fəaliyyət göstərməsin. Deməli, axırıncı müştəri münasibətlərinin idarə edilməsi və hesabatlıq. Burada aylıq və həftəlik hesabat metodologiyası olmalıdır ki, nə etdik, nə əldə etdik və növbəti ay nə edəcək. Nə etdik, burada sizin fəaliyyət elədiyiniz fəaliyyətdə qeyd edirsiniz. Filan paylaşımlar elədim, filan reklam baş tutdu, filan əməkdaşlıqlar etdik ki, onları qeyd edirsiniz. Nə əldə etdik? Məsələn, bu ay filan qədər satış baş tutdu, filan uğurlu nəticə oldu, uğursuz nəticə oldu. Uğursuz nəticələri niyə qeyd eləməlisiniz? Ola bilər ki, siz SMM olaraq işinizi çox yaxşı həyata keçirmisiniz. Satış hissəsində qırılmalar var. Yəni, satış mütəxəssisləri məhsulun satışını həyata keçirə bilmirlər. Bu artıq sizin probleminiz deyil. Amma siz bunu qeyd eləməsəniz, müştəri sabada bir gündə gəlib sizlə deyəcək ki, reklam verdin, amma reklam nəticəsiz oldu, məsələn. Üzrlü sayın. Növbəti ay nə edəcəyik? Növbəti ayda nə edəcəyik? Burada sizin ümumi proses barədə məlumat verirsiniz ki, mən bu fəaliyyəti göstərəcəm, bu uğurluluğunu davam elətdirəcəm, bu uğursuzun üzərində işləyəcəm və ya yeni kontent ideyaları həyata keçirəcəm, onu planlı şəkildə yazıb təqdim etməliyik. Deməli, bu mövzumuz bura qədərdir. Biz bu mövzuda təbii ki, nələr öyrəndik? Yenə də deyim, şəxsi brendin güvən yaratmaq, düzgün analiz etmək, hüquqi müqavilələrin düzgün tərtib edilməsi, iş prosesinə professional yanaşmaq kimi nüansları öyrəndik. Bu təlim prosesi bura qədər ümid eləyirəm ki, bəyənmişsinizdir.